Hörmətli tamaşaçılar, xoş gördük sizi əziz sənətsevərlər. Təbiətin xoş rayihəsinin, ilıq nəfəsinin hamımızın könlünə sirayət elədiyi bu günəşli gündə Sənət Sevincləri ədəbi proqramı ədəbiyyatımızda Yasəmən ətirli misraları ilə tanınan, müdrik qələmindən zövq aldığımız, zərif, həssas qəlbli bir qadının, ananın, şairənin ömür salnaməsini səhifələmək arzusu ilə görüşümüzə gəlib. Eksüperinin belə bir ifadəsi var ki, həyatı görmək üçün göz yox, ürək lazımdır. Bu mənada şair də, yazıcı da oxucusunu inandırmaq üçün toxunduğu mövzunu daxilən yaşamalıdır. Qələmin diqqətlə yaz, şeiri məhəbbətlə yaz. Hər kəlmə bir ürəkdir, ürək döyünsün gərək, yaşadarmı insanı döyünməyən bir ürək? Sevimli sənətinə tələfkarlıqla yazılmış bu sətirlər, poeziya kəhkəşanımızın parlaq ulduzlarından birinə, xalq şairi Mirvarid Dilbaziyə məxsusdur. Minlərlə oxucunun üst tutduğu bu poeziya ruhi qida, mənəvi ehtiyac mənbəyidir. Həqiqətən də Mirvarid Dilbazi poeziyası ilə tanışdıqdan sonra könüllərdə yaxşılıq cücərir, nəciblik boyatır. Mən anayam, mən şairəm, vətəndaşam, odda yanıb əriməyən, yerə düşüb çürüməyən, vüqarı ilə dağlar əyən, üç inamın vəhdətiyəm. Qarışır, işıqla qaranlıq yarışır. Otağım yarı qaranlıq, ürəyimdə bir nigaranlıq, sinəm tikilmiş köşən yeri. Ağlayır sənsiz zamanənin bu divanı şairi. Mirvarid xanım, Dilbazi soyadının mənşəyi barədə müxtəlif fərziyyələr söylənilir. Amma sizin məlumatınız bizim üçün daha maraqlı olardı. Əlbəttə ki, söylənənlərin çoxundan mən razı deyiləm. Və bütün nəsil də razı deyil. Bizim nəslimiz 17-ci əsrdən 19-cu əsrin son dəqiqələrinə, son günlərinə qədər ziyalı zümrəsini təmsil edirdi. Bunu da mən demirəm, çünki bizim arxivi Sovetlər gələndə kəndlilər yandırıblar, tamam Kazağın arxivini. Allah rəhmət eləsin, Firdun bəy Köçərli bizim nəsil haqqında, bir qolu haqqında nəsli o yazıbdır. Bir də Qayıbov Hüseyin Əfəndi, onlar yazdılar, Allah onlara rəhmət eləsin. Ona görə də mən nəslimiz haqqında vaxtınızı almasam, mən Firidun bəy kimi möhtəbər bir tədqiqatçının 2-3 kəlmə nəslimiz haqqında dediyi sözləri ki, 17-ci əsrdən Vaqifin, bunlar mənim babalarımın biri Vaqifin həvəsli oldular. Oğlum demək ki, bir vaxt olubdur ki, Gürcüstan şahı İraklı Qazaqla Şəmsəddini Gürcüstana ilhaq eləmək istəyəndə bu şair el içində Firdun bəy deyəcək, yəni bunun köməyi ilə o ləğv olmuşdur. Ona görə də o İraklı çağırtdırıb onu öz qaynasasının qapısında gözlərini çıxartdırıbdır. Firdun bəy onun haqqında yazır. Bizim nəsil həmişə xalq üçün işləyibdir, xalq üçün yaşayıb ziyalıları. Ancaq Haif 19-cu əsrin axırından sonra bunlar mülkədar sinifini təmsil, yox, qoçama olmayıblar. Mülkədar feodal deyimlər təmsil ediblər bunlar. 19-cu əsrin axırı 20-ci əsrdə. Firdun bəy Köçərli yazır ki,
Molla Fərah Həsrinin göstərən şairlərindən biri də mərhum Əbdülrəhman ağa Dilbaz oğlu şair təxəllüsdür ki, əsasən Qazaq mahalından Xanlıqlar qəryəsindəndir, Xanlıqlar kəndindən. Elə mənim babalarıma adından o kəndin adı da Xanlıqlar olublar. Xan olublar, hamısı onlar, xanlar olublar. Çox böyük mübarizələr aparıblar, orada Kərbəyə var. Ermənilərlə torpaq olurlar filan da, bu uzun söhbətdir, tarixini burada çöpürlər. Mübarək xanım, bəs bu familiya ki var, soyad ki var Dilbazi. Bəli. Bax, onun mənası nədir? Bu çox uzundur, mən danışsam bu əfsanədir bu. Mən bu Dilbazi, demək ki, Nadir Şah gəlir Qazağa, Xanlıqlar kəndinə, onu Xanlıqlar kəndi keçirilmiş, yol üstüymüş. Dayanır bir kişilik evlə gəlir, təbdil libas eləyir, şah paltardı geyinir, ağır paltardı. Gəlir deyir ki, körək zat gəlindən sonra Nadir Şah Türklərlə vuruşsa, sən Nadir Şah'a kömək eləyərdin, Türklərə deyir, əlbəttə mən Türklərə kömək eləyərdim. Nadir Şah gedir, bir müddətdən sonra gəlir Tiflisi üstə hücuma keçəndə, dənə bunun önünə gəlir, indi şah paltarında. Qapıdan girəndə salat tanıdı məni, kişi baxır deyir, bəli tanıdım. Buyur, əyləş, deyir, zatını oturur, deyir, vaxtı ilə, bildin mi sən kimlə danışdın, deyir, bəli bildim. Deyir, sözüyüm üstə durursan, deyir, kişinin sözüdür olar əlbəttə ki, Dilbaz oradan gəlir. Onda zat deyir ki, Nadir Şah deyir ki, bəh, bunlar necə adamlar, bilmez. Bu söz, güya ki, əfsanədə belədir ki, bu buradan gəlir. Bunun uzundur söhbət, necə bunun iki oğluna xanlıq verir orada, iki oğlu. Biri Aran yerlərinin xanı olur, biri İraman, Şulan, Bəhmən dağlıq yerlərinin xanı olur. Bu söhbət uzundur, bunu mən isim vaxtımızı alıb, mən danışa bilmədim. Elə bunların səbəbinə kəndin adına xanlıqlar deyirlər. Xanlıqlar adını çıxartmışdılar, Sovetlərdə müsaköy eləmişlər. Gənə qaytardılar, öz adını verdilər, özünə xanlıqlar. Xanlıqlar kəndi oldu. Bəli, xanım. Mən də xanlıqlar kəndində doğulmuşam. Mübarək xanım, adətlər, vərdişlər, xasiyyətlər nəsildən nəslə keçir. Sizin Müqəddəs Süd adlı bir hekayəniz var və orada siz öz ananızı lirik təbiətli qadın adlandırırsınız. Yəni sizdən ona qalan, ondan sizə daha doğrusu qalan, təkcə miras qalan, təkcə bu keyfiyyətdir. Əzizim, əgər anamdan qalanların hamısını mən ifadə eləməyə gücüm çatsaydı, mən bilmirəm, mən dünyanın ən xoşbaxt və elə bil ki, bir çıraq olardım, parıldayardım. Mənim anam çox qəribə bir qadın olub, çox qəribə. Mənim 32-ci ildə, 30-cu ildə Qazaq qəzasına, Qalxoz quruluşunda atriyatlar getdi, cəza atriyatları. Orada o vaxtı mənim babamı da, nənəmi də, onun oğlunu da sürgün elədilər Qazaxıstana, bəy idi deyə, nəslə görə. Qazaxıstanda onun oğlu Aral gözündə baxdı, babam orada öldü, nənəm tək qayıtdı. Biz anamla təhkə qaldıq, İçəri şəhərdə Əbülqasımın qalaca bir otağında kirayəlişir. Biz and içirəm sizə, qəti suud, iki bacı biz, iki bacıydıq, böyük bacım Yaqut Dilbazi, sonra mən. Biz müəlliməli yeriydik, 30 manat pul alırdıq, bununla yaşayırdıq. Biz maddi məhrumiyyət sözünü bilmirdik nədir. Çatmamaq bilmirdik nədir. Biz yalnız bilirdik ki, vətən dərdi, millət dərdi. Bizim milli dərdimiz, şəxsi dərdimizin üstündə elə bilirik ki, tamam bir fərqi çəkmişdi. Anamız belə arvadıydı. Bir dəfə biz onun yanında bir yoxluqdan şikayət, qonaqla gələndə gələ qabılır filanı. Anam deyərdi ki, həmişə kinli olmayın heç vaxtı. Qaranlığın üstünə işıqla gedin. Heç vaxtı kim bəsləyib başqasına, ona pislik haqqında düşünməyin. Görürsünüz ki, ora qaranlıqdır, sizə pislik eləyir, işıq salın oraya. Qaranlığın üstünə işıqla gedin. Sonra anamın süfrəsi açıq idi. Hər nəyi var, qapıdan kim girdi, gərək o süfrə açıq idi. Bizə də belə nəsiyyət vermişlər, anamla nənəm. Fərz edin ki, sizin bircə parça çörəyiniz var. Canınızda bir adam var ki, onun parça çörəyi yoxdur. Siz onu onunla yarı bölməsəniz, cəhənnəmə işsiniz. Bəs yarı, bizə bəs. Onu mütləq ondan yarı bölməlisiniz. Bu ibrətlər həqiqətən də çox faydalı və lazımlıdır insan üçün həyatı boyu. Və görünür ki, siz bu ibrətlər üzərində belə bu tərbiyəni ki, götürmüşsünüz,
sizin övladınız da, nəvələriniz də, nəticələriniz də deməli bu nəsildən nəslə keçir. Elə deyilmi? Elədir bəli. Bax mənim evimə girirsiniz. Mən ömrümdə şüşə almamışam. Bir dəfə adını çəkməyəcəm. Böyük bir yazıçının evinə getdim. Arvad bana dedi ki, var, bilirsən nə var? Sabah qızıl mağazinində o qulplu zadlar var, kristal vazalar vardı. Ondan verəcəklər o kiridə. Həyatımda nə şüşə yığmamışam. Məişətdə lazım olmayan qab, qaşıq, yaraşıq üçün ömrü görürüz evimdən ama. Mən maddi həyatın bu cəhətini qəbul eləməmişəm. Mənim bir dənə mənəvi israflarım olubdur ki, ya Rəbbi, mənim millətim israfdan çıxsın, mənim xalqım ayaq altı olmasın, mənim torpağım parçalanmasın. Yaz gelmeye serin küresi, yaz gelmeye benim yüreğim elsin, anam yadıma düş. Benim yüreğim elsin, anam yadıma düş. Belevşedesten desten sermişem çemen üstten. Belevşedesten desten sermişem çemen üstten. Sular akır ahelsem, anam yadıma düş. Sular akır ahelsem, anam yadıma düş. Gördüm, dayandım, su gördüm, dayandım. Çeşme gördüm, dayandım, su gördüm, dayandım. Hayallardan uyandım, anam yadıma düş. Hayallardan uyandım, anam yadıma düş. Belevşedesten desten sermişem çemen üstten. Bahar çaydır ardu
yaşardı dileğim olaydı bana. Yüreğine yüreğim kocalıp yavaş vuranla ben dönüp yüreğim olaydı bana. Ana düşende ana baladan bana kurban değil devletten maldan. Ben kurban demirem dünya malında. Kaş özüm kurbanı alaydım alaydım. Ben şerefsiz desten sermişem çemenüzden. Sermişem çemeni. Sular ahır ahesler ağlamı yadıma düş. Sular ahır ahesler ağlamı yadıma düş. Sular ahır ahesler ağlam yadıma düş. Sular ahır ahesler ağlam yadıma düştü. Belə ki, uşaq təəssüratı hər kəsin yolunda silinməz iz qoyur. Bu bir faktdır ki, sizin bu mərtəbəyə çatmağınızda, erkən yaşlardan ədəbiyyata, mütaliə həvəs göstərməyinizdə sizin ilk müəlliminiz, sizə ilk qələm tutmağı öyrədən, dövrünün ziyalı qadını, maarifpərvər qadını Şəfiqə xanım Əfəndizadə olur. Və siz təsadüfi deyil ki, şeirlərinizdən birini elə məhz bu təəssüratdan görünür ki, yazmısınız. Ey uşaqlığımın gözəl günləri, əziz müəlliməm, hardasınız siz? Məktəbli illərim dönsəydi geri, ey əziz ana, indi qarşında çöküb diz, deyərdim bu şeirim sənətim üçün həmişə, həmişə borcluyam sənə. Ben de size çok minnettarım çünkü bu şiir yadımdan çıkmıştı, kitaplarım hiçbirine düşmeyip çok minnettar ve sizden alacağım bunu. O vaxtın müəllimləri, mən seminariya adlı bir şey yazmışam, ben seminariya adlı müəllimə də farsça deyirlər, seminariya. O seminariya məktəb deyildi. Ora ideallar, ismətlər, qeyrətlər, milli duyğular məktəbi idi ora. Orada Şəfiq xanım Efendiyeva bizə ədəbiyyat dərsi deyirdi, Xədicə xanım riyaziyyat dərsi deyirdi, Gövhər xanım dərsi deyirdi. Bunlar insan deyildilər. Orada müəllim bilirsiniz nə idi? Orada müəllimin bizə elə sözü olardı. Orada qanun idi, hamı bilirdi. Hamısı evlərində nə deyirdi? Hərəsinin bir otağı vardı. Bəzisi institutların yanında bir balaca kəsməylə altı pərdə dalında yaşayırdılar. Daha bunlardakı indikilər kimi maşın ehtirası, daşın ehtirası, ev düzəltmək, evi şüşə ilə, mən evdə şüşə görəndə üşüyürəm. Kristal görəndə üşüyürəm, sözün həqiqəti. Və məni tənqid edirlər ki, sən əvlad olmamışsan ki, mən dedim, onlar mənə, mənim çoxlu kitabım var idi, o kitablar hamısı qızlara yarısı cehiz verildi, yarısı xatirə bağışladı, yarısı getdi da indi evdə qoymağa yer. Kitab yığırdıq, ayrı şey yox idi. Müəllimlik müqəddəs bir peşə. Mən özüm də müəllim olmuşam. Biz seminariyanı müəllimə kimi tutarlıq. Mən Biləcərdə dərs deyirdim, hər gün gelirdim Biləcərə, qayıdıb gəlirdim. Bacım da kənddə dərs deyirdi. Uzun müddət biz dərs dedik və mən müəllimlik sənətini, dünya sənətlərinin ən gözəlindən biri hesab edirəm. Bu şərtlə ki, sən özünə həmişə tələbkar olasan. Həmişə özünə tələbkar olasan.
Nurvar xanım, Azərbaycan Gəncləri qəzetinin 1946-cı il 7 mart sayında Mənim Arzum adlı sizin belə bir məqaləniz çap olunur. Həmin məqalədən bir parçanı oxumaq istəyirəm. Mən azad insanların, xoşbəxt anaların arzu və istəklərini, uşaqlarımızın bəxtiyarlıq duyğularını tərənnüm etmək istəyirəm. Mən gənc nəslimizə sədaqət, məhəbbət, dostluq, qardaşlıq, vətənpərvərlik, gözəllik, saflıq kimi duyğuları daha dərindən aşılamaq əməlləri ilə yaşayıram. Bu, cavan, istedadlı bir şairənin qarşısına qoyduğu həyat proqramı, yaradıcılıq manifestidir. Bu məqalənin yazılışından 54 il keçir, amma yarım əsrdən çox siz pillə-pillə, belə deyək də, inamla öz məqsədinizə doğru qibtə ediləsi bir yaradıcılıq yolu keçmişsiniz və istədiyinizə də nail olmuşsunuz. Mənim fikrimcə, bu yalnız mənəviyyatca güclü olan adamlara xas xüsusiyyətdir. Mənim bir vəsiyyətim də var, son kitablarımın birində yazmışam. Gənclərə yazıram mən ki, birinci insanın ən qiymətli şəxsiyyətidir. İkinci odur ki, onun sözü elə söz olmalıdır ki, o inanmalı, xalq ona inanmalıdır. Sonra deyirəm ki, siz çətinə düşəndə, bir çətinə düşəndə ruhdan düşməyin, sənətinizə qayıdın. Əgər sizin xalqa xidmət edən, sevgili bir sənətiniz varsa da və siz onunla məşğul olacaqsınızsa da, siz çətinliyi çəkməyəcəksiniz. Mən insanı əməkdən uzaqda, əməyi sevməyən adam mənim adamımdır. İstəyir balam olsun, istəyir əzim olsun, istəyir nəşin. İnsan ancaq öz əməyi yüksəlir. Nurvar xanım, bu bir həqiqətdir ki, yaradıcı adam üçün əgər bir istedad lazımdırsa, uşaqlar üçün, yeniyetmələr üçün, yazıb yaradan sənətkar üçün 2 istedad lazımdır və bir də sonsuz məhəbbət lazımdır. Ana kimi, şair kimi, müəllim kimi, uşaqlar qarşısında cavabdehlik hissinin nəticəsidir ki, gənc oxucular sizin poeziyanıza mənəvi qida mənbəyi kimi baxırlar və uzun illər ibtidai məktəb dərsliklərində çap olunan ən gözəl şeir nümunələri arasında sizin ana şeiriniz, necə deyim, nəsil-nəsil oxucuları tərbiyə edib və çoxlarının da hafizəsindən indiyə qədər çıxmayıb. Ana şeiri demək istəyirəm. Gecə hər kəs yataraq fincan alır və o kimdir? Belə xoş layla çalır. Kəsməyir bir ana laylay səsini, anadır bəsləyir öz körpəsini, anadır hər qadının yüksək adı, şəfqət adlı marifət bir qanadı, o qaranlıq açılmaz gecələr, o da evladırım üstündə gələr, əzizim. Ana çox dünyaya evlad gələndən sonra artıq o özünün tamam əsl ana, özünün yox, ancaq evladının talihini düşür və onun bütün hərəkətləri, işi, məşğuliyyəti onun gələcək vətəndaş olmağına çalışmalıdır, hər bir ana. Bunu bacarmayan anan evladı vətəndaş ola bilməyəcək. Və hər bir gənc ana tərbiyə edəndə onun sənətə bağlamalıdır onu. Mənim ən çətin günlərim, mənim heç kəsim olmayıb. Mən sizə deyirəm, bu günə qədər 90 yaşıma az qalıb, 1 il qalıb. Mən əstağfurullah, nə dövlətdən, nə millətdən süfrəmə mənim, bax, bu qapet boyda mənim kömək gəlməyibdir. Niyə? Mən bir dənə nazirin qapısında oturmamışam, mənim kişim öyrəndə evim hapsı palçıqda qaldı. Mənim bir kitabım çıxdı, 6.000 manat pul verdilər, o 6.000 manatı mən xərclədim, evimi də remont elətdirdim, paket də aldım, hapsını. Mən aslılığı sevmirəm. İnsanın birinci şəxsiyyətidir. Əgər sən şəxsiyyətini qoruyub, millətin hörmətini qazana bilməmişsənsə də, sənin heç yerdə yerin yoxdur. Mən gəncliyəm, bunu istəyirəm. Birinci, yalan danışmaq olmaz, yalancı vəd olmaz, hər şeyin doğrusu lazım. İkinci, zəhmət, atıya, anıya hörmət, millət dərdini çəkmək, millətin dərdini bilmək və millətini sevmək. Nurvar xanım, görünür ki, belə gözəl şeirlərinizin təsirindən, eləcə də sizin Məhsəti poemanızı oxuyandan sonra Azərbaycan nəslinin nəhəng simalarından biri olan Məmməd Səid Ordubadi öz sözünü deyib ki, Azərbaycan şeirinə balaca Məhsəti gəlmişdir və onun yaratdığı insan obrazları olduqca məzmunlu, dolğun və mənalıdır. Bu, Ordubadi kimi sənətkarın bu bənzətməsi ilə bilirəm ki, gənc Mirvari Dilbazi üçün həm sənət xeyr duası idi, həm də o müqəddəs söz sənəti, söz məbədgahı qarşısında bir məsuliyyət hissi oyadırdı. Mən bunu oxuyanda bana elə gəldi ki, bütün dünyanın sərvətini, dövlətini, şöhrətini, gəncliyini mənə bəxş elədilər. Bilirsiniz mi?
sənətini sevən adam sənəti haqqında yaxşı söz eşidəndə, məsələn, mənim evimdə ən bir dəfə aşağıda yangın oldu, dedilər ki, çıxın evdən. Hələ bir şey götürdüm, mən oxucuların məktubunu götürdüm. Bana güldülər, dedilər, dedim, yox, orada ürəkdir hamısı, məktub deyil. O oxucuların ürəyinin döyüntüsüdür, mən qoymaram o ürək. Mənim üçün ən qiymətli oldu, oxuculardan mən məktub alanlar çox həddindən artıq sevinirəm. Çünki o mənim sənətimlə danışır. O mənim Ordu Vadi möhtəbər adamdır, çox möhtəbər adamdır. O, necə deyim sizə, belə üz görmə güzəştləri zadı sevən adam deyildi. Kimin xətrinə, xətr üçün xəstə düşən adam deyildi ki, bu desəm filan kəsməlidir. Bunu mən tərif edəsəm filan kəsməlim. Nəyimsə də azaldar, hörmətimi azaldar olubdur da, mənim qəribə şeirlərim də var. Mənim insan almaqlarım deyə çox istəmirəm, mən indi onu burada oxuyamsa. İndi hər biz, bilirsiniz mi? Mən istəyirəm elə bir nəsil yetişdirək ki, o nəsil bir-birinin müvəffəqiyyətini sevilsin, bir-birinin ətəyindən düşüb dara salmasın, bir-birinin müvəffəqiyyətinə sevilsin və öz sənətini sevsin. Baxın, siz Ordu Vadini görəndə, bax o gənc nəsil, o zaman siz nisbətən yaş fərqi var idi. Bax, özünüzü necə hiss edirdiniz onu? Biz çox utancaq idik. Mən özümdən danışıram şəxsən. Mənim anam o qədər utancaq bir qadın olub ki, atasından utanıb, öbüründə qardaşlarını öpməyib. Atasının yanında çörək yeməyə utanmazdı. Nəsildən keçib, o qədər keçib. Mən həmişə yazıçılar tıfaqını prezidiumlu üzvü olmuşam. Gedirdim ora, demək, birinci otaqda qapıdan girəndə katibə otururdu. Bizim çox möhtəbər bir katibəsi var idi, Kübra xanım adlı. Otururdu Kübra xanımın yanında. O birisi otaqda yığılıb prezidium üzvləri, Səməd Vurğun, Rəsul Uzuza, Süleyman Rüstəm, Süleyman Rəhimov, Əliyevlər, sandığından oraya girər bilməzdim. Ta icras başlarında bir-birinə baxardılar, Kübra xanıma zəng eləyərlər. Bəs Mirvəli gəlmədi, dedi, çoxdan gəlin mənim yanımda. Çağırardılar ki, gəl oturuyla. Ordu Vadi ilə ünsiyyətiniz? Ordu Vadi ilə mən belə nə üzvə otura bilməzdim, nə ona artıq sual verə bilməzdim. Çox baba kimi, hörmətli bir şəxs kimi, çox böyük şəxs kimi. Elə bir ki, əstağfurullah xatasından Peyğəmbər yanına gelirsən, çox utancaq idi, çox. Elə açıq deyildim, mən oturmalıyım, oturanlarım, söhbət edirəm. Heç birindən, təhsil Ordu Vadi ilə yox, cavanlar. Böyük kiçik var idi. Mən böyük, sənət qarşısında. Böyük, çox. Əbdülrəhim bəy Haqverdiyev haqqında mənim bir xatiratım çap olmuşdur. Onunla da eyni ilə Əbdülrəhim bəy Haqverdiyev gələndə bizə öyrətməmişlər ki, bu böyük insandır, böyük mütəfəkkirdir, böyük yazıçıdır. Ey cavanlar, ayaqla durun, hamımız buna secdə edeyim. Bunu öyrətməmişlər bizə. O da heç vaxtı prezidium otağına keçməzdi. Çağırılmamış keçməzdi. Burada katibə ilə işin düzəldərsin gedərdim. Böyük adamlar izlər onlar. Mən çox böyük adamlar, böyük şəxsiyyətlər, böyük təbiətlər görmüşəm. Mirvat xanım, şairin şəxsiyyəti, mənliyi onun əsərlərində görünür. Amma bəzən də sevə-sevə oxunan müəllif, görürsən ki, oxucusuna ibrət verdiyi, tövsiyə elədiyi misralarında özü yazdıqlarına xilaf çıxır, sözünə əməl eləmir. Onda necə olsun? Yox, heç vaxtı. Əsl yazıçının şəxsiyyəti görür əsərlərində. Hər əsər yazan şair deyil. Şair birinci o adamdır ki, o dediyini əsərlərində bir söz deyil, həyatında ikinci söz eləməz. Həyatında ikinci cürə hərəkət edə bilməz. Mən buna şair demirəm. Mən ona şair demirəm. Şairin idealı var, şairin milləti var, şairin xalq məhəbbəti var və bütün onun əsərləri nədən yaranır? Onun qəlbində olan coşqun millətinə, xalqına, evladına, ailəsinə olan məhəbbətdən yaranır. Şeir məhəbbətin evladıdır. Xatirəyə dönən illər. Bir gün məni qız gəlinlər yerli yersiz danladılar. Sadəliyin öz yeri var. Qadınlar üçün yaranıbdır. Bərbəzəklər, o daşqaşlar, o ipəklər. Həvəsləndim düzü mən də. Oldum başqa
başqa bir aləmdə. Qulağıma brilyant bir sırğa taxdım. Durdum ayna qabağında. Öz üzümə xeyli baxdım. Boy buxunum nə qısaldı, nə ucaldı, istedadım nə çoxaldı, nə azaldı, nə gəncləşdim, nə qocaldım. Soyuq daşdan ürəyimə nə istilik, işıq aldım. Durdum ayna qabağında, xəyallara elə daldım. Çıxdı tamamı yaddaşımdan, o sırğa da, brilyant da. Düşündüm ki, bu həyatda neçə eşqin qanadını bürüb, büküb, bu daş qaşlar, neçə ürəyin odunu söndürüb, bu soyuq daşlar, neçə gəncin kəmalına, xəyalına baxılmayıb, sadə nişan üzükləri barmaqlara taxılmayıb. Barmaqlara taxılmayan kirpiklərə düzülüb düz, elə sandım, bu daş qaşlar göz yaşından süzülübdür. Mən sırğamla o zamandan vidalaşdım, gəlib öz dünyama düşdüm. Xəyallarım qanad çaldı, yenə sonsuz kainatda. Mənə başqa brilyantlar bəzək oldu bu həyatda. Sizin əsərlərinizdə qadın mövzusu, qızlarımızın taleyi, şərq qızının taleyi geniş bir mövzu kimi işıqlandırılır. Bax, Əlcəzairli qız, Məhsəti, sonra bu Aliyə Rüstəmbəyeva haqqında yazdığınız poema, Partizan Aliyə poeması. Amma təkcə şair kimi yox, həm də bir şəxsiyyət kimi, belə deyək, sizin daxili aləminizi açmaq üçün son illər yazdığınız Ağır Günlər dəftərindən səhifələr, belə bir poemanız var, avtobiografik poemadır. Mən bu poemanı oxuyandan sonra açığı deyim ki, Mirvar xanım, mən sizi yenidən kəşf elədim. Yəni, mənim qarşımda qürurunu, ləyaqətini, şərəfini hər növ şöhrət təmənnalarından yüksəkdə tutan, üstün tutan, mənliyini, öz heysiyyətini qorumağı bacaran, belə deyək də, o zahirən zərif və məlahətli görünən, fəqət öz qürurunu, dəyanətini, ləyaqətini qoruya bilən bir qadın durdu gözlərim qarşısında. Və bəlkə də elə bütün bu keyfiyyətləri nəzərə alaraq, vaxtiykən bizim görkəmli ədiblərimiz Səməd Vurğun və Mehdi Hüseyin sizə Mirvarid yox, Eloğlu deyə müraciət ediblər. Və sizin belə gözəl bir şeiriniz var. Vurğun da, Mehdi də görsə nə zaman, Eloğlu deyərdi mənim adıma. Bundan sevinirdi ürəyim yaman, kişilik vüqardı əsl qadına. Qoy bundan sonra da bərim, bəzəyim, bu adım olsun. Kişi qeyrəti ilə vursun ürəyim, qadınlıq şərəfi qanadım olsun. Mən utancaq, arıq, cırtdan bir qız idim. Bildiniz, hamısından da utanırdım. İndi bunlar ancaq filosof kimi adamlar idi, çox ağıllı adamlar idi. Bir gün görürəm, Mehdi Hüseyin idarət etmişəm, iclas olacaqdı, el qızı, el oğlu, təəccüb elədim ki, gördüm, bilir. El oğlu, sən ey gəlinlə, Səməd də el oğlu bana deyir, el oğlu. Bu Səməd Vurğunda çox qəribə bir xasiyyət var idi. O, əxlaqən, möhkəm, qızlara, qadınlara secdə edə bilərdi. Onu o cürə qoruya bilərdi və secdə edə bilərdi. Siz uzun müddət Azərbaycanın ilk qadın bəstəkarı Ağabacı Rızayeva ilə yaradıcılıq ünsiyyətində olmuşsunuz. Necə xatırlayırsınız Ağabacı xanımı? Ağabacı mən Hüsnə deyirdim, bal arısın. O bütün ömrünü, öz sənətini sərf etmiş, həsr etmiş, çox gözəl, böyük bəstəkar idi. Çox böyük. Onun arxivini məndə idi, arxivini verdim indi. Ədəbiyyat İncə Sənət arxivinə, müdirinə verdim, orada saxlanır. Mənə də çoxlu əsərlər yazılır. Bəli, sizin şeirlərinizdə gözəl mahnıları var onun. Bircə millətimin hörmətini itirməkdən qorxuram.
Çünkü kazanmakla, hürmeti kazanmakla itilmek arasında bize aklımda olmaz. Bize aklımda olmaz. O kaşla gözün arası, ölüm ki bu kaşla gözün arasındadır. Bizi şeyden korkuram ki, hani şarkıya bakıram ki, benim elə bir hərəkətim olubsun ki, o mənim millətimə ləkə gətirəydi, o mənim millətimi təmsil edəydi. Biz həmişə çox gəzmişdə, dövlət Nümayəndə heyətinə, təmsil edəmizdə Azərbaycanı. Mən Azərbaycan sərhədinə çıxanda istəyirdim, kişilərimiz uca boylu olsun, gözəl olsun, kişi xarakterli olsun, kadınlarımız isbətli, həyalı, özləri də gözəl, incə zərif olsun. Çünki Azərbaycanı təmsil edirlər. Bax, mən bununla fəxr edirdim, bununla yaşayırdım. Ancaq özümdən xəbərim yox idi, gözümdə idi. Ey bir xəbər, mən səni sevdiyim qədər bir daşı sevsəydim, əgər daş dönüb insan olardı. Qanatları bərkiməmiş bir quşu sevsəydim, əgər o dönüb tərlan olardı. Hər gün pəncərəmə nəğmə oxuyardı mənə, gönlüm belə qanı olmasın, ömrüm pərişan olmasın. Sən nə daşsan, sən nə quşsan, nə gözündən axan yaşsan, niyə yoxdur səndən xəbər, ağlayır sənsiz, bu mənə baxşiş etdiyin gözü yaşlı xatirələr.
gelir Azerbaycan güzelini Azerbaycan güzelini Yılmız çırağından Dırağından Buğulamış adımdır akşamlar Yılmız çırağından Dırağından Buğulamış adımdır akşamlar Aşıklar çalsın sazları Aşıklar çalsın sazları Nefsilesin el kızları El kızları El kızları Eve sevinç vererek gelir Bir ışıklı ürek gelir Çıraklar gür yandıra Oğlan şadandır şadandır 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 Analıq çayını keçən, nənəlik şərbəti içən, yoxuş çıxıb eniş enən, 88-də qeyrətindən quşa dönən Mirvari Dilbazinin inamları, gümanları, ümidləri onun övladı, nəvələri, nəticələridir. Mirvari xanım, övlad, nəvə, nəticə Tanrının insana bəxş elədiyi ən böyük nimətdir və insan ömrünü də uzadan bu müqəddəs qayğılar, belə deyək də, fərəhli duyğular tükənmək bilməyən məhəbbətdir. Hamıya qismət olsun. Sizin belə bir misranız var, bəzən də üst tutub biz dağa, düzə, axtarırıq orada səadət gülü. Səadətsə baxır gözlərimizə, durur qarşımızda boynu fikri. Bəlkə də bu belədir, səadət bizim gündəlik işimiz, sevimli qayğılarımızdır. Və bugün siz fərasəti ilə öyündüyünüz, onlardan, necə deyim, böyük sevinç duyduğunuz, nəvələriniz, nəticələriniz sizin bu ocağınızın ən gür yanan qıvılcımları olsun. Arzumuz budur ki, siz bunu görəsiniz və bunları görmək üçün böyük şairimiz Osman Sarıvəli demişkən, hər kəs 100 il yaşamasa, günah onun özündədir. Mənim əzizim, mənim fəxrim, vüqarım, təhsil evlatlarım deyil, çox azdır. Millət üçün, xalq üçün çox azdır. Mənim gözüm xalqın evlatlarındadır. Mənim ürəyimdə bir yara var, onların təhsil məsələsidir. Deyəndə ki, uşaqlar oxumur, mən elə bilirəm ki, bütün dünya mənəri ulaşma günü mən yemək vermək istəmirəm. Gücülər deyir ki, biz diplomat böyüdürük. Mən istəyirəm ki, təhki mənim bir oğlum ağıllı, 2 nəvəm ağıllı olsun, nə olsun? Ağıllı da ola bilər, ağılsız da ola bilər, hər cür ola bilər. Ancaq mənim xalqımın balaları yetişən gənc, bizim canımızı çıxardıb, nəyimiz var, yetişən gəncliyə verməliyik. Yetişən gəncliyi tədbir eləməliyik. Yetişən gəncliyə qayğı göstərməliyik ki, bizim xalqımızın balaları da diplomatlıq mövzusundan başqa tribunalarda millətini müdafiə eləməyi bacarsınlar. Mən bununla yaşayıram. Bu sevinclə, təhsil evladının sevincindən yox. Bana öz sevincim, öz ailəmə daxil olan sevinç çox azdır. Biz sizə can sağlıq arzu edirik və arzu edirik ki, siz bu arzuladıqlarınızı görəsiniz. Çox millət. Yaxın illərdə. Çox, mən arzu edirəm ki, gecə də dua oxuyuram, günüzdə Allah mənim millətimi bu sıxıntıdan qurtar, onun evlatlarını, nəsillərini, gələcək nəsilləri, millətin vətəndaşı böyüsünlər. Məni bu dərdi hicrana özün saldın, qutar, ey dost. Məni məndən alıb getdin, səni ahım tutar, ey dost. Oturdum qəm sarayında, bir ömrü tarımar etdim, səninlə getdi and olsun əlimdən ixtiyar, ey dost. Dedim, oddan uzaq saxla, uzaq ol könlün ahından, bu büllurdur, o da dözməz, qığılcımdan sınar, ey dost. Suyum pak, torpağım odlu, can ateşgahdır ey canım. Yerim təhkindən od almış, özündən odlanar ey dost.
bu ateşgahda mirvaridi yad eylə, ibadətlə keçər illər. Məni xalqım ibadətlə anar. Ey dost,